Salam uşaqlar, bugün deməli cimlə işləyirik və bizim 14-cü audio mətnimizdir. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Gəlin başlayaq. Название прекрасного цветка Хары-Бюльбюль связано с Карабахом, Шушой. Этот регион считается его родиной, и поэтому цветок стал символом этих мест. О цветке Хары-Бюльбюль есть много легенд. Азербайджанские поэты, музыканты посвящали ему свои произведения. Сегодня его изображение можно также найти на азербайджанских коврах. Все считали, что уникальный цветок растет только в Карабахе. Но Хары-Бюльбюль растет также в Гахе и Загадале. Сегодня каждый человек может приехать туда и увидеть Хары-Бюльбюль. По форме цветок похож на соловья. Отсюда и его название. Хар в переводе с азербайджанского языка означает шип, бюльбюль – соловей. Из 3 лепестков цветка 2 похожи на крылья птицы. Один в центре по форме напоминает голову птицы с клювом. По одной из легенд, Фатали Шах очень любил свою супругу, поэтому он построил для нее дворец. Однажды супруга попросила Шаха заложить во дворце сад, похожий на сады ее родной Шуши. В саду посадили карабахские деревья, цветы. Великолепный сад назвали Ватан-Багы. В нем выросли все деревья, цветы, кроме Хары-Бюльбюль. Belə uşaqlar dinlədik və indi gəlin mən tərcümə edim. Gözəl Xarı-Bülbül çiçəyinin adı Qarabağ Şuşa ilə bağlıdır. Bu bölgə onun vətəni hesab olunur və buna görə də çiçək bu yerlərin simvolu olubdur. Xarı-Bülbül çiçəyi haqqında bir çox əfsanələr var. Azərbaycan şairləri, musiqiçiləri ona öz əsərlərini həsr ediblər. Bugün onun təsvirini deməli həmçinin Azərbaycan xalçaları üzərində də tapmaq olar. Hər kəs unikal çiçəyin yalnız Qarabağda böyüdüyünü düşünürdü. Lakin Xarı-Bülbül həmçinin Qazaxda, Qaxda və Zaqatalada böyüyür. Bugün hər bir insan ora gedib Xarı-Bülbülü deməli görə bilərlər. Formasına görə çiçək bülbülə oxşuyur. Onun adı da buradan da gəlibdir. Xar Azərbaycan dilində tərcümədə tikan deməkdir. Bülbül isə elə bülbüldə, yəni Salavey, yəni bülbül deməkdir də. Çiçəyin 3 ləçəyindən ikisi quşun qanatlarına bənzəyir. Mərkəzdəki biri isə formasına görə dimdiyi olan quşun başını xatırladır. Bir əfsanəyə görə də Fətəli Şah öz həyat yoldaşını çox sevirdi. Buna görə də o həyat yoldaşı üçün saray tikir. Bir dəfə həyat yoldaşı Şahdan sarayda onun doğma Şuşanın bağlarına oxşar bir bağ salmasını xahiş edir. Deməli, bağda, belə deyək də, bağda Qarabağın ağacları və çiçəkləri əkildi. Möhtəşəm bağın adı Vətən bağı qoyuldu. Orada Xarı-Bülbül istisna olmaqla bütün ağaclar və çiçəklər böyüdü. Yəni, bircə Xarı-Bülbül orada, deməli, olmadı da, yəni. Əkildi, amma bitmədi, belə deyək. Gəlin, indi suallarımıza keçək, uşaqlar. Deməli, burada birinci sualımız belədir. Определите основную мысль tekstdə. Əsas ideya söhbət nədən gedir burada? Qarabağ славится своими прекрасными садами. Qarabağ deməli öz bağı ilə deməli məşhurdur. Ondan sonra unikальный цветок Xarı-Bülbül, simvol Qarabağa Şuşi. Deməli, deyir ki, deməli, unikal da belə deyək də, Xarı-Bülbül gülü Qarabağın Şuşanın rəmzidir. Сегодня Xarı-Bülbül можно увидеть и в других районах Azərbaycana. Bugün Xarı-Bülbülü Azərbaycanın başqa bölgəsində rast gəlmək olar. О прекрасном цветке Xarı-Bülbül существует много легенд. Deyir ki, Azərbaycan
gözəl bu Xarı bülbül haqqında çoxlu bir rəvayətlər, əfsanələr var. İzobrazeniya Xarı bülbül есть на azərbaycanski qavravə. Azərbaycan xalçalarında Xarı bülbül təsvirlərinə rast gəlmək olar. Deməli, burada əlbəttə ki, 79-da biz əsas ideya deyiriksə, əlbəttə ki, unikalni цветок Xarı bülbül simvol Qarabaxı Şuşi deyə seçirik. 80-da укажите неверное утверждение по тексту, yəni mətnə uyğun olmayan. Fətəli Şah не успел построить дворец для своей любимой супруги. Deyir ki, Fətəli Şah sevimli həyat yoldaşı üçün saray tikməyi belə deyək də, не uspel çatdırmadı. Bu ucu gəlmir düz. Deməli A. 81-də определите верный ответ на вопрос. На что похожи два лепестка цветка Xarı bülbül? Deyir ki, Xarı bülbülün iki ləçəyi nəyə bənzəyir? Əlbəttə ki, na krылья птицы də, deməli quşun qanadlarına bilirik ki, oxşuyur. 82-də дополните предложение словами из текста. Azərbaycanskими muzikantами и poetами созданы. Deyir ki, Azərbaycan musiqiçilər və şairlər nə yaradıblar? Əlbəttə ki, Xarı bülbül haqqında əsərlər. Gəlin onu yazaq. Произведение о прекрасном цветке Xarı bülbül deyə davam edə bilərik. 83-də напишите ответ на вопрос. Что выросло в великолепном Vətən bağı? Deyir ki, Vətən bağında nə bitdi? Möhtəşəm Vətən bağında nə bitdi deyəsə. Все деревья, цветы, кроме Xarı bülbül. Yəni, hər bir gül də, ağac da bitdi Xarı bülbüldən başqa. Ya da deyə bilərsiniz ki, все деревья, цветы, кроме Xarı bülbül выросли в Vətən bağı deyə. Напишите одно прилагательное из текста, которое характеризует слово деревья. Деревья burada cəmdədir. Deməli, ağaclar deməkdir. Və Qarabağ ağacları deyiriksə, biz Qarabağskiye dеревья deyə bu şəkildə yazırıq. Belə uşaqlar, sağ olun, görüşərik.